körpə dil açaraq Bilasvar elində, otdan alovdan keçib, böyüdü at belində. Qızım gülə batarsan, qızıl gülün içində şirin yuxu taparsan, qızıl gülün içində şirin yuxu taparsan. Lay 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 alay lay, körpə quzum alay. Çınar tək boy ataraq igid pəhləvan oldu. Fərəhdən atasının gözü sevinclə doldu. Salam. Elə bil ki boynuzda eynidir. Azərbaycan şəhərimiz sırası olmuşdur. Azərbaycan dilindən dərsimizin adı qəhrəmanlar unudulmur, hıfzı olmuşdur. Evet, çok sağ ol. Siz Suriye'de hansı peşeye sahip olmak istersiniz? Buyur Məhəmməd. Mən polis olacağam, asayişi qoruyacağam. Çok sağ olun, yaxşı arzudur, buyur. Mən həkim olub xəstə kişiləri müalicə edəcəyəm. Aysun buyur. Mən həkimlik peşəsindən yiyələnəcəyəm, xanımın sağlamlığını qoruyacağam. Mübarək buyur, sən görüm arzun nədir? Mən hərbiçi olacağam, düşmənin canını öz yuvasında alacağam. Eylər, çox gözəl, gözəl arzudur. Vətəni, torpağı qorumaq hər bir vətəndaşın borcudur. Siz gələcəyin əskərlərisiniz, müdafiəçilərisiniz. Ben inanıram ki, siz böyüyənə qədər torpaqlarınız bütövləşəcək, heç bir düşmənin torpağımıza girməyinə cürət olmayacaq. Siz isə onların keşiyində durub, torpaqlarınızı yadellərdən, düşmənlərdən qoruyacaqsınız. İdman yarışlarından qayıdırdı üzü ağ. Onu görən deyirdi, arxamızdır, gəlir dağ. Çempion olan vaxtı dostları sevinirdi. Ana, üzərik yandı, bacısı deyinirdi. Göz dəyməsin xalqımın qəhrəman övladına, Allah yetsin mərkərin həmişə övladına. Könüllü xidmət etdi sərhəd bölgələrində, gözləyirdi səngərdə, kəndin döngələrində, azğınlaşmış erməni bizə pusqu qururdu, türkü arxadan vurub üzlərinə dururdu. Mübariz haqsızlığa dözə bilmədi əlbət, düşmənin qarşısında sinəsi sıxar həm də sərt. Mübariz döyüş bölgəsindən öz ailəsinə son məktubunu yazdı. Canım atam və anam, məndən sarı darıxmayın. İnşallah cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olana dək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam ağlamayın, əksinə sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi yetirin. Çoxu sədəqə verin, şəhidlərə qolarım bunu etməliyəm. Allah böyükdür, vətən sağ olsun. Oğlunuz mübarək, hakkınızı Elim kıllı sevgilim, evden çıkıp yüreğimde serdi boynum. Babam yese boynu görülen ince geldim, topuğumda sarmaşında kara saçlı, topuğumda sarmaşında kara saçlı.
Cəsur kəşfiyyatçı tək irəliyə şığıdır, kolda kosla gizlənən terrorçu vicdıqadır. Vətəni qoruyaraq düşmənin cəbhəsinə, vəlvələ salıb tökdü məğrurun sinəsinə. Xeyli kafir quraraq qisas aldı həmin xan, qırıb çatdı düşməni, şəhid oldu qəhrəman. Atanın dediklərindən. Ata öz oğlu haqqında danışır. Hadisənin səhəri günü tezdən saat 5-6 arasında mənə zəng gəldi. Dedilər oğlunun evə gəlməyib ki, hətta bildirdilər ki, çoxlu silah götürüb ərazidən uzaqlaşır. Dedim, mən öz oğlumu tanıyıram, sərhədə tərəf gedim. Sonra da məktubunu tapmışdılar. İyun və sentyabr aylarında ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbçilərimiz Mübariz İbrahimov və Fərid Əhmədov qəhrəmancasına həlak olmuşlar. Bu aylar ərzində biz çalışırdıq ki, tezliklə onları vətənə qaytaraq. Baxmayaraq ki, bu çox çətin idi. Ermənistan tərəfi bütün sivil qaydalarına əməl etmədən bizim qəhrəman övladlarımızın meyitlərini qaytarmaqdan imtina edirdi. Bu misli görünməmiş vəhşilikdir. Heç bir mənəviyyata, heç bir dini normalara sığmayan bir hərəkətdir. Ancaq biz inanırdıq ki, biz öz evladlarımızı qaytaracağıq və bugün gəldi. Bugün çox kədərli bir gündür, eyni zamanda çox şərəfli bir gündür. Mübarizlə Fərid vətən uğrunda, öz torpağında həlak olmuşlar. Mən şəhidlərimizin valideynlərinə, onların qohumlarına, yaxınlarına baş sağlığı verirəm. Allah onlara rəhmət eləsin. Ali Baş Komandanım qəhrəman adı verdi. Mübariz uyuyan məkan əbədi cənnət yerdir. Tarixə qəhrəman tək şərəflə yazdı adın, əbədi yaşayacaq mübariz tək soyadın. Bu
ana. Sözü var, hürmeti var ülkelerin arasında. Belə güzel, belə zengin var dünyanın arasında. Vətənimin məğrur güclü özüreyi ilhamı var. Hoş günlere giden yolda bir ebedi bayram var. Her birinin öz yeri var, benim doğma diyar. Güzelliğine o bir bahar, geleceğe ışık saçar. Kurban olum Azerbaycan, bu müqəddəs torpağına. Baktı bir gid evladına, oy sevinsin her bir ana. Kurban olum Azerbaycan, bu müqəddəs torpağına. Baktı bir gid evladına, oy sevinsin her bir ana.